Hər kəs deyir təhsil önəmlidir, amma təhsil niyə önəmlidir? Bizə nə gətirir, nə qazandırır? Təhsil aldım. Məsələn, birinci sual o, mən təhsil aldıqdan sonra həyatımda nə dəyişdi? Təhsil üçün əlavə layihəsi 2016-dan bəri fəaliyyət göstərir. 2016-cı ildə deməli Azərbaycan-Britaniya məzunları İctimai Birliyi var, AUKA. İngiltərədə təhsil almış məzunlar belə bir layihə eləmə ideyası ilə gəlirlər. Amma layihə necə ortaya çıxır? Həmin ildə idarə heyətində olan gənclər məzunlara sorğu göndərirlər və yeni layihə ideyalarıyla bağlı fikir alış-veriş edirlər. Və burada təhsillə bağlı maraqlı ideyalar toplanır. Təhsillə bağlı olan ideyaları bir dam altında toplayırlar və öz fikirlərini də qatırlar. Çünki o pərakəndə olur da o ideyalar hamısı. Öz ideyalarını da bura əlavə eləyəndən sonra təhsil üçün əlavə layihəsi ortaya çıxır. Bu layihə adından da göründüyü kimi təhsilə töhfə vermək istəyən, ictimai töhfənin əhəmiyyətini dərk edən gənclərin əl-ələ verib bir yerdə yaratdığı layihədir. Təhsil üçün əlavə layihəsi həm Elm və Təhsil Nazirliyinin dəstəyi ilə, eyni zamanda Britaniyanın Azərbaycandakı səfirliyinin, British Council Azərbaycanın dəstəyi ilə hər il həyata keçirilir. Əlbəttə maliyyə dəstəyi var. Bu hər il dəyişir. Müxtəlif böyük şirkətlər maliyyə dəstəyi verirlər. Amma təhsil üçün əl-ələ mənə görə indiyə kimi gördüyüm ən səmimi layihələrdən biridir, doğma layihələrdən biridir. Çox geniş komandası var. Əslində bu yola AUKA üzvləri ilə, İngiltərə məzunları ilə başlamışdıq. Lakin birinci ildən sonra çox belə geniş vüsət aldı, səs-küyə səbəb oldu və ondan sonra ətrafımıza sadəcə olaraq İngiltərə məzunları yox, fərqli-fərqli qurumlardan fərqli-fərqli iş görən, fərqli-fərqli xəyalları və ideyaları olan insanlar bizim sıramıza qoşuldu və biz o gün başa düşdük ki, insanlar həqiqətən də səmimi olan, real olan hər şeyi tez mənimsəyirlər və qoşulmaq istəyirlər. Layihəmizin belə deyək də biraz strukturu və ümumiyyətlə prinsipləri haqqında danışmaq istəyirəm. Ümumiyyətlə bu layihə dediyim kimi 9-cu ildir ki, bu fəaliyyət göstərir artıq. Pandemiya dövrünü çıxmaq şərti ilə demək olar ki, hər il bu layihəni eləmişik. 2016-da başlasa da 2025-də hələ də aktuallığını qoruyur. Belə ki, bir neçə gün öncə, yəni noyabrın 18-i 6-cı düşərgəmizin final mərhələsi oldu. 2016-dan bəri biz 46 rayon üzrə 60-dan çox məktəbə getmişik. 3000-dən çox şagirdlə görüşmüşük və bu şagirdlərdən 150-si də bizim düşərgəmizdə iştirak edibdi. Hər il 10 rayon seçirik və 10 rayon üzrə 10 müxtəlif kəndə gedirik, kənd məktəbinə gedirik. Məktəbləri seçərkən çalışırıq ki, deməli məktəbləri seçərkən nəyə diqqət edirik? Dövlət İmtahan Mərkəzinin statistik nəticələri bizim üçün önəmlidir. Çünki həmin o məktəbdə potensial olmağı bizim üçün vacibdir. Amma eyni zamanda da mərkəzdən uzaq olmağı vacibdir. Niyə? Potensial var, amma resurslara əlçatma imkanı azdır. Və biz burada bizim rolumuz nə olur? O resursları onlara əlçatan etməyə çalışırıq. Hər il məzunlarımızla bir yerdə bu kəndlərə yola düşürük, məktəblərə və məktəblərə gələndə bizi 9-cu, 10-cu sinif şagirdləri gözləyir. Niyə 9-10-cu siniflər? İndi danışacağım, deməli təhsil üçün əlavələrin kökündə əslində ixtisas seçiminə yönləndirmə durur. Yəni düzgün yön istiqamət çox vacibdir. 11-ci siniflər artıq öz ixtisaslarını seçmiş olurlar. Yəni onlar üçün qərar veriblər və qərarı dəyişmək çətindir. Amma 9-cu, 10-cu siniflər tam da qərar vermə mərhələsində olurlar və ya qərar veriblərsə belə istiqamətlərini dəqiqləşdirmək və ya dəyişmək mümkün olur. Və bizim işimiz də əslində burada başlayır. Biz gedirik həmin rayonlara və bu uşaqlarla birinci görüş olur. Görüşdə müxtəlif təlimlər keçirik. Təlimçilər də ki, İngiltərə məzunları və ya başqa ölkələrdən təhsil alıb ölkəsinə gələn gənclər olur. Təhsilin önəmindən danışırıq. Hər kəs deyir təhsil önəmlidir, amma təhsil niyə önəmlidir? Bizə nə gətirir, nə qazandırır? Təhsil aldım. Məsələn, birinci sual o, mən təhsil aldım və mən təhsil aldıqdan sonra həyatımda nə dəyişdi? Bu gün burada olmağıma təhsilin nə kimi kömək oldu? Bir digər məsələ qeyd elədiyim kimi ixtisas seçimidir. İxtisas seçimi, məsələn, mən həkim olmaq istəyirəm deyir, mən mühəndis olmaq istəyirəm, amma nə mühəndisi? Məsələn, vacib sualdır. Mühəndisliyin bir çox növü var. İxtisas seçimində həmin o seçdiyin ixtisasın bazarda nə qədər yerinin olub-olmadığı, nə qədər tələbatlı olub-olmadığı və gələcəyin ixtisasları nədir? Sənin ixtisasına uyğun gələcəyin istiqamətləri nədir? Bu istiqamətdə onlara təlimlər keçirik. Daha sonra peşə təhsili. Bizim ən vacib dəyərlərimizdən biri də peşə təhsilini aşılamaqdır. Hər kəs ali məktəb oxumağa məcbur deyil. Lakin hər kəsin bir peşəsi olmağa məcburdur. Hərənin əlində bir peşəsi olmalıdır. Sən özünü universitetə getmədən də inkişaf elətdirə bilərsən. Öz gördüyün peşə nə olur olsun, kim olursan ol, onu
savadlı, bilikli şəkildə görməlisən ki, ondan həm fayda görəsən, həm də fayda verəsən. Biz həmişə getdiyimiz hər məktəbdə bu cümləni qururuq. Vətənini ən çox sevən insan işini ən yaxşı görən insandır. İşini həqiqətən də vicdanla və doğru şəkildə görsən, sən onsuz da vətəninə fayda vermiş olacaqsan. Ona görə də bizim üçün peşə təhsili də olduqca vacibdir. Bir də məzunlarımız axı xaricdə təhsil almış gənclər olur. Ona görə də xaricdə təhsilə də vurğu edirik. Məsələn, o uşaqlar arasında bəlkə inanmayacaqsan, ən getdiyimiz ən ucqar kənddə xaricdə təhsil almaq istəyən uşaqlar olur. Təsəvvür edin, o deyir ki, mən Amerikada təhsil almaq istəyirəm, amma necə? Hansı istiqamətdə, hansı resurslardan istifadə etməyə başlamalısan, hardan başlamalısan? Məsələn, ingilis dili imtahanları bu haqqda məlumat veririk. Birinci öyrənməli olduğu dil əlbəttə ki, xarici dildir, əsasən də ingilis dilidir. Bax, bu istiqamətdə onlara təlim veririk. Təlimlərdən sonra artıq elə yerindəcə bizim müsabiqəmiz olur. Müsabiqə nədən ibarətdir? Yarım saatlıq bir inşa müsabiqəsidir. Bu inşa müsabiqəsində belə bir sual veririk. Təqribi deyəcəm mən bunu. Gələcəyini necə görürsən? Yəni gələcək təhsil həyatını necə görürsən? Baxın, biz getdiyimiz bütün məktəblərdə uşaqlara aşıladığımız ən vacib şey niyə sualıdır. Niyə sualını verməyi öyrənməlidirlər. Niyə? Mən kim olmaq istəyirəm və niyə olmaq istəyirəm? İnşalarda da biz buna vurğu etməklərini istəyirik. Bizim üçün arqumentli olmaqları və əsaslandırmaqları çox vacibdir. Ola bilər ki, dəqiq deyil, hələ öz ixtisasını seçməyibdir. Bu o demək deyil ki, biz onu seçməyəcəyik inşasına. Amma nə biri olmaq istədiyinə əmin olmalıdır. Bu həyatda nəyəsə nail olmaq istədiyinə əmin olmalıdır. Baxın, biz bunu axtarırıq uşaqlarda. Və o inşa müsabiqəsindən sonra bir də 5 məntiq sualı olur, amma bu məntiq suallara əsasən əgər inşalar bir-birinə çox yaxın olarsa, ballar eyni olarsa, məntiq suallarına artıq başvururuq. Amma bizim üçün onların xəyal dünyası hər şeydən vacibdir. Biz 2+2=4 edir, axtarmırıq. Bunu fərqli, yaradıcı şəkildə ona yanaşan uşaqları axtarırıq. Və elə bizim təlimə gedən belə deyək də təlimçilərimiz, seminarlara, kəndlərə gedən təlimçilərimiz daha sonra Bakıya gəldikdən sonra o inşaları yoxlayır. Bu inşaları yoxlamaq çətindir, çünki içlərində o qədər gözəl inşalar olur ki, ona görə bizim kriteriyalarımız var. Bütün təlimçilərə verdiyimiz kriteriya. Birincisi, nə istədiyini bilməlidir, qərarlı olmalıdır, bunu əsaslandırmalıdır, həqiqətən də yaxşı əsaslandırmalıdır, amma ən maraqlı isə yaradıcı olmaqdır, yəni kreativ. O inşada nəsə bir işıq olmalıdır, digərlərindən seçilən bir şey olmalıdır. Və bizim bugünə kimi bütün düşərgəmizə gətirdiyimiz uşaqlar, seçdiyimiz o inşalar, həqiqətən də biz o inşaları seçəndə heç birinin adını bilmirik. Sadəcə nömrələri olur. Biz bilmirik ki, o qızdır, oğlandır, hansı neçənci sinifdir. Bunların heç birini görmürük. Amma seçib gətirəndən sonra onlarla realda tanış olanda görürük ki, o həqiqətən də bu inşanı yazan uşaq doğrudan da işıqlı, doğrudan da yaradıcı uşaqdır. Və inşaları seçirik. İnşaları dediyim kimi bu kriteriyalar əsasında seçirik və bundan sonra artıq bizim Bakı düşərgəmiz başlayır. 10 bölgə üzrə hər bölgədən 3 uşaq seçirik və düşərgəyə 30 uşaq gətiririk. Burada bizim bir düşərgəmiz olur. Müxtəlif otellərdə, hər hansısa bir oteldə bunu keçirdirik. Uşaqları bir yerə toplayırıq. Düşərgəmizin məqsədi nədir əslində? Təsəvvür eləyin, siz 9-cu və ya 10-cu sinif şagirdisiniz. Deyirsiniz ki, mən həkim olmaq istəyirəm. Həyatda neçə uşağın belə bir şansı olur. Təsəvvür edin, həkim olmaq istəyir, cərrah olmaq istəyir, amma realda gedib bir cərraha 9-cu sinifdə suallarını verə bilir. Məsələn, biz onu bir cərrahla görüşdürürük. Əvvəlcədən bütün inşaları oxuyuruq və Bakıya gələn 30 uşağın bütün ixtisaslar orada qeyd olunur. Həkimlər, müəllim olmaq istəyir, həkim olmaq istəyir və düşərgənin planı qurulanda artıq hər uşaq üçün mütəxəssis müəyyən olunur öncədən. Cərrah olmaq istəyən cərrahla görüşür, hüquqşünas olmaq istəyən hüquqşünasla görüşür. Məsələn, sadəcə olaraq belə deyək də, necə sizə deyim, klassik ixtisaslar olmur. Məsələn, bu il biri var idi, dedi mən futbol şərhçisi olmaq istəyirəm. Biz onu Rövşən Minnətli ilə görüşdürdük. Bu onun üçün çox xoş idi. Təsəvvür edin, Rövşən Minnətlini qarşısında görəndə həyecanlandı. Çünki neçə uşağın belə bir şansı ola bilər. Məsələn, mən 9-cu, 10-cu sinifdə oxuyanda mən həmişə jurnalist olmaq istirdim və çox məşhur bir jurnalistlə görüşüb ona sualımı, içimdəki sualları verməyi çox istəyərdim. Əslində biz buradan yola çıxdıq elə və öz xəyallarımızı onların üzərində tətbiq elədik. Məsələn, aralarında pilot olmaq istəyənlər var idi. Müharibə dövründən sonra bizim qələbəmizdən sonra biz bölgələrə səyahətimizdə yazılan inşalar arasında həmin il daha çox hərbiçi olmaq istəyən gənclərimiz var idi, uşaqlarımız var idi. Aralarında daha çox hərbi pilot olmaq istəyənlər var idi. Həmin il biz hərbi pilot dəvət elədik düşərgəmizə və o görüş o qədər maraqlı idi. Bəlkə də ən yadda qalan görüşlərimizdən biri oldu. Biz orada bizim hərbi pilotumuz uşaqlara çox maraqlı nüanslara toxundu.
hərbi pilot olmaq istəyirsən, hərbiçi olmaq istəyirsən, sən zabit də ola bilərsən, sən ən sıravi əsgər də ola bilərsən, sən hərbi pilot da ola bilərsən ki, ən məsuliyyətli işlərdən biridir. Kim olursan ol, hərbiçinin birinci etməli, bilməli olduğu şey gördüyü işi həqiqətən də bir vicdanla görməlidir, amma eyni zamanda ən vacib şey o iş üzrə savadlı olmalıdır. Sən bunu sahəni oxumalısan, bilməlisən, öyrənməlisən. Çünki istənilən müharibədə ən böyük silah əlimizdə tutduğumuz silah deyil, bizim biliyimizdir, savadımızdır. Bizi qalib eləyən, bizi istənilən çətin vəziyyətdən çıxardan bizim biliyimizdir. Bax, bizim pilotlarımız uşaqlara bunu aşılamışdı və həmin gün mənim həqiqətən də qeyd elədiyim kimi də ən maraqlı görüşlərdən biri olmuşdu və uşaqların fikri dəyişmişdi. Bizim düşərgəmizə gəlib fikri dəyişən çox uşaq olubdu. Məsələn, həkim olmaq istəyibdi, amma istiqamətini dəyişibdi və yaxud da ki, daha doğrusu məsələn, mən uşaq həkimi olmaq istəyirəm, amma cərrah olmağa qərar veribdi. Bəzi uşaqlar hüquqşünas olmaq istəyənlər var idi. Biz onları bu il aviasiya institutuna, akademiyasına apardıq və aviasiya hüququ oxumağa qərar verdi. Dedi ki, istiqamətimi dəyişdim. Ona görə demək istəyirəm ki, bu ixtisas seçiminin dəyişməyində, müsbət yönünün dəyişməyində də bizim çox təsirimiz olubdu. Eyni zamanda aralarında peşə təhsili oxumaq istəyən uşaqlar da var. Biz hər il gedəndə eyni şeyi vurğulayırıq inşaatdan öncə. Biz inşaatları seçərkən, məsələn, mən kosmonavt olmaq istəyirəm. Biri yaza bilər, mən kosmonavt olmaq istəyirəm. Biri yaza bilər ki, mən maşın ustası olmaq istəyirəm. Bu o demək deyil ki, biz kosmonavtı seçəcəyik. Maşın ustası olmaq istəyən əgər istəyini əsaslandırırsa biz maşın ustasını seçəcəyik ki, maşın ustası bu il məsələn gətirilmiş uşaqlar arasında usta olmaq istəyən var idi. Onu sənaye və innovasiyalar mərkəzinə götürdük. Məsələn, orada real belə deyək də istehsalatı gördü, ustaları gördü, onlarla söhbət etmək şansı oldu. İllər ərzində ümumiyyətlə bizim çox maraqlı tələbələrimiz olub, çox maraqlı şagirdlərimiz olubdu dediyim kimi. Yəni təhsil üçün ələnin əslində əhəmiyyəti bundan ibarətdir. Biz onların ürəyinə, qəlbinə belə deyək də bir toxum səpirik. İstiqamətlərini müəyyən etmək üçün bir yol, işıq göstərir və artıq o yolu özləri tapırlar. Deməli, biz ilk il bu layihənin həyata keçirilməyində dəstək olan Gənclər Fondu dəstək oldu və onların maliyyə dəstəyi ilə biz bu layihəni həyata keçirdik. Lakin ildən ilə bizə dəstək olmaq istəyən şirkətlərin sayı artdı. Yəni bu 9 il ərzində 2016-dan bu ilə şirkətlərin sayı həqiqətən artdı. Buna səbəb də əslində bu layihədəki səmimiyyəti görməkləri idi və bu layihədəki nəticələri görmək idi. Məsələn, biz bu illər ərzində bəlkə statistik biraz nəticələr haqqında da danışa bilərəm. 46 rayon üzrə 60-dan çox məktəbə getdik və bu 60 məktəbdən 3000-dən çox şagirdlə görüşdük və düşərgəmizdə 150 şagird bu il etibarilə artıq 150 şagird düşərgəmizdən məzun oldu. Və bu 150 şagirdin 2016-dan bu yana 2019-cu ilə qədər olan 100-dən çox məzun oldu. Universitetə qəbul oldular və 100-dən çox məzunumuz var və onlar arasında bu dəqiqə işləyən, peşə təhsili ilə də məşğul olan, çalışan, akademik təhsilinə davam edən uşaqlarımız var. Onlar arasında çox maraqlı uşaqlarımız da var, belə işıqlı uşaqlarımız da var. Deməli, maraqlı layihələr, sosial layihələr həyata keçirən uşaqlarımız var. Və onlardan biri, məsələn, bu il təhsil üçün əl-ələnin 2025-ci ildəki maliyyə dəstəkçisini tapıbdı. Yəni bizə o gətiribdi həmin o dəstəkçini. 2025-ci ildə təhsil üçün əl-ələnin o həyata keçməyinin səbəb 2016-cı ildə bizim kənddə gedib görüşdüyümüz bir uşaq oldu. Əslində sizə bir şey deyim. Təhsil üçün əl-ələnin tam olaraq məqsədi bu idi. Biz getdiyimiz məktəblərdə uşaqların qəlbinə paylaşma və paylaşdıqca böyümə eşqini veririk. Onların qəlbinə bu toxumu səpirik və daha 19 il sonra o toxumun bəhrəsini gördük məsələn biz. Bizim məqsədimiz bilirsiniz nədir? Biz deyirik ki, uşaqlara, biz bura gəlmişik. Burada varıq, gəlmişiksə bir səbəbi var. Biz sizlə bölüşməyə gəlmişik. Amma bu burada kifayətlənməməlidir. Siz də öz dostlarınızla bölüşməyi öyrənməlisiniz. Düşərgəyə seçilmisiniz, əla. Amma düşərgəyə seçilməyən onlarla məktəb yoldaşınız var. Bu düşərgədən gedəndən sonra burada gördüyünüz bütün təlimləri, burada eşitdiyiniz bütün şeyləri dostlarınızla da bölüşün. Sabah onlar da başqaları ilə bölüşsünlər. 2016-dan bu yana məzun olan düşərgəmizdən uşaqlar bu günlərin bizlə bir yerdə kəndə gedib kənddə uşaq seçməyə bizə kömək edirlər. İnşa yoxlayırlar bizimlə bir yerdə. Bizim məqsədimiz bu idi. Biz bu layihəni 1 il üçün, 2 illik, 3 illik görməmişdik. Bu layihə uzun ömürlü olmağının səbəbi bu layihənin təməlində ənənələrin olmağıdır və bu ənənələr, bu bağın qopmamağıdır. Biz bu layihəyə başlayanda dediyim kimi sadəcə İngiltərə məzunları var idi. Birlikdə eləyirdik. Bu layihə bu günlərim amma bizə kənardan qoşulan onlarla insan var.
Bu layihənin komandası 100-dən çox insanı əhatə edir. Bura düşərgədə 7-24 bizlə qalan insanlar da var. Eyni zamanda bizimlə bir yerdə kəndlərə yola düşən, eyni zamanda bizim düşərgəmizə gələn təlimçilər və o təlimçiləri bizə tapmağa kömək edən insanlar var. Məsələn, elə insanlar var deyir ki, mən gələ bilmirəm, işim çoxdur, amma sizə mənə proqramı göndərin, sizə təlimçi tapmağa kömək edeyim. Bax, bu komanda əslində 1-2 nəfərdən ibarət deyil. Görünən üzvlər bəlkə eyni üzvlərdir, amma arxada o qədər böyük komanda var ki, mən ona görə həmişə deyirəm ki, təhsil üçün əl-ələ bizim layihəmizdir. Sizin, bizim, hamımızın layihəsidir. Çünki o kəndlərdəki uşaqlar hamısı bizim uşaqlarımızdır. Biz o kəndlərə gedəndə onlarla öz təcrübəmizi bölüşməyə gedirik. Dünyada ən dəyərli şey mənə elə gəlir ki, təcrübədir. Təcrübədən daha dəyərli heç nə yoxdur. Biz nəyi səhv eləmişik bu illər ərzində? Məsələn, mən təhsil həyatımda nəyi səhv eləmişəm? Sən o səhvi eləmə. Nəyi diqqətdən qaçırmışam, sən onu diqqətdən qaçırma. Bax, bu təcrübələri onlarla bölüşürük. Bölüşürük ki, onlar da sabahların başqa uşaqlarla həmin təcrübələri bölüşsünlər. Və təhsil üçün əllərdə maraqlı hekayələr olan uşaqlarımız var idi. Məsələn, məktəbində ingilis dili dərsi keçmədiyi halda Bakıya gələndən sonra, yəni Şamaxının bir kəndindən Bakıya gələndən sonra deməli 7-nin üzərində 8-ə yaxın IELTS-dən bal alan uşağımız var idi. 1 il ərzində hazırlaşıb bu balı toplayan. Daha sonra dediyim kimi özü kənddən gəldiyi halda ucqar bir kənddən gəlib və müxtəlif problemlər yaşayır, amma burada qızlar üçün gözəl layihələr həyata keçirilir və qadınlar üçün maraqlı sosial layihələr həyata keçirir və bu cür uşaqlarımız həqiqətən də bizim üçün ən böyük tapıntı idi. Bir də sonda kiçik bir statistika da deyəcəm. Bu illər ərzində biz təhsil üçün ələlən həm də qızların təhsilinin davamlılığını və qızların təhsilini almağın əhəmiyyəti də bizim üçün çox vacibdir. Məsələn, bu illər ərzində 2016-dan bu yana getdiyimiz məktəblər vardı. Məsələn, biz 2025-də 2016-da getdiyimiz məktəblərə yenidən getdik və 9 il bundan əvvəl, məsələn, Cənub bölgəsində biz o uşaqları Bakıya çağıranda valideynlərlə bir danışırıq da ki, dəvət olunur, düşərgəyə dəvət edilir və bilirsiniz ki, bu çətin şeydir valideynin sizə uşağını əmanət eləməyi. 9 il əvvəl çətinlik çəkdiyimiz bölgələr var idi. Məsələn, uşaqlarını və əlastı qızlarını göndərmək istəməyən. Bu il heç bir bölgədə problem yaşamadıq. Cənub bölgəsində bu il bütün hamı öz qızlarını göndərməyə razı oldular. Və bu bizim üçün ən gözəl nəticələrdən biri idi. Ona görə də bizə dəstək olan, bizim yanımızda olan, bu layihədə şagirdlərimiz, təlimçilərimiz və bu uşaqların valideynləri, müəllimlər, direktorlar, bunların hamısına mən dərin təşəkkür etmək istəyirəm. O direktorlar və o məktəblər, həqiqətən də müəllimlər bizə o qədər böyük dəstək olublar ki, onların arasında, məsələn, Gədəbəydə belə bir müəllim var idi. Bakıda təhsil alıb 600-dən çox bal yığıb, qayıdıb Gədəbəydə müəllim işləyir bu dəqiqə. Ağdamda Bakıda təhsil alıb yüksək nəticə toplayıb Ağdama gedib direktor işləyən müəllimimiz var. Eyni şey Bərdədə və digər rayonlarda var idi. Ona görə buradan birinci və ən vacib təşəkkürüm həmin o müəllimlərədir. Onlar olmasa bu uşaqlar bu qədər işıqlı və bu qədər yaradıcı ola bilməzlər. Onlara dərin təşəkkürümü bildirirəm. Thank you.